Belə bir qərara gəldik ki, bəy mənim yanımda çox olmasın ki, kadrlarda düşməsin. Daha çox dostları ilə geri tərəfdə onsuz da oynamağı çox sevməyən insan. Axşamınız xeyir olsun. Çox üzülərək bir açıqlama vermə məcburiyyətini hiss edirəm özümü. Çünki burada məni sevən mənim şahbaz qızlarım, müştərilərim var. İnanırsınız, dünən yazılan kommentlərə sadəcə şokdayam və mən həyatı boyu bu qədər aqressiya, bu qədər nifrətin olduğunu bilməzdim. Üstəlik insanın ən özəl günündə. Mən dünən gözləyirdim ki, mənə yazsınlar ki, necə gözəlsən, necə gözəl gəlinsən və sair kimi rəylər gözləyirdim. Düzdür, elə yazanlar da var, yazanlar çoxdur. Amma pis rəy yazan o qədər insanlar var ki, mən düşünürəm, onlar məni tanımayan insanlardır. Mən şafayam. Mənim öz geyim mağazam var. Mən Azərbaycanda istehsal eləyən, geyim istehsal eləyən bir markayam. Hansı ki, xanımların təbii ki, bəy oradaydı. Hamı yazır ki, bəy yox idi, bəysiz toylar. Bəy dostları ilə bir yerdəydi və məni uzaqdan izləyirdi. Mən ona demişdim ki, əgər istəmiriksə görünməyini, xahiş edirəm ki, mənim yanımda olma. Çünki mən bilirəm ki, onsuz da çəkəcəklər, paylaşacaqlar. Bu toydu. Görürdünüz ki, canlılar da açanlar var idi. Biz əvvəl istədik ki, insanlara deyək ki, xahiş edirik ki, çəkməyin, amma gördük ki, bunun qarşısını almaq mümkün deyil. Hamı ora gəlib ki, nəsə bir şey çəksin özü üçün, paylaşsın. Onu insanları qısıtlamaq mümkün deyil. Ona görə belə bir qərara gəldik ki, bəy mənim yanımda çox olmasın ki, kadrlarda düşməsin. Daha çox dostları ilə geri tərəfdə onsuz da oynamağı çox sevməyən insandır. Onsuz da o mənim kimi belə aktiv deyil və məni qınayanlar var ki, bu necə gəlindir, bu necə niyə ağır deyil, bu nə sərbəst. Mənim həyatımda ilk və tək toyumdur və mən həmin gün istəyirəm ki, tam ürəyimdən gəldiyi kimi davranım. Mən istəmirəm ki, özümü sıxım. Biz illərdir ki, bir yerdəyik və bizim ətrafımızdakı insanlar bilir ki, biz heç, maşallah olsun, tək ki sizə ən gözəl qismət olsun, biz bir dəfə belə dalaşmamış olan bir cütlüyük. Yəni, mən o pis yazanlara da, yaxşı yazanlara da elə belə bir sevgi, əgər bundan yaxşı sevgi varsa, bundan da yaxşı sevgini arzulayıram. Yəni, mənə görə ən gözəl sevgi budur bizim.